Cənubi Qafqazda Rusiyanın imperativ maraqlarına təhlükə hesab etdiyi yeni reallıqların yaranması fonunda Moskvanın Bakıya qarşı hibrid müharibə üsulları ilə hücumları intensivləşib. Əslində regiondakı şərtlər əməkdaşlıq üçün geniş imkanlar açır. Lakin Rusiya əməkdaşlıq yox, hakimlik iddiasından imtina etmək istəmir. Və bu iddialarının perspektivləri sual altına düşdüyünə görə yeganə bacardığı planı müxtəlif üsullardan istifadə etməklə həm ritorik, həm praktik müstəvidə təzyiq cəhdlərini dövrəyə salıb. Hazırda Moskvanın Bakıya qarşı Avropa və Amerikaya qədər uzanan coğrafiyadakı hibrid müharibəsinin səbəblərini, bu müharibədə istifadə etdiyi üsulları anlamaq üçün 3 il öncə, 2023-cü ildə baş verənləri xatırlamaq zərurəti var. 2023-cü ilin 20 sentyabr tarixində Qarabağda qalan separatçılara qarşı keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycan suverenliyini bərpa etdi. Bu, regionun təhlükəsizliyini təhdid edən erməni separatizminin məhv edilməsi ilə yanaşı, Rusiyanın Cənubi Qafqazdakı əsas rıçağının da sıradan çıxarılması idi. Xüsusilə 44 günlük müharibədə Qarabağ münaqişəsinin həlli fonunda Moskva əsrlərdir istifadə etdiyi kartlardan məhrum olmuşdu. Bundan sonra Rusiya Azərbaycan-Ermənistan sülh danışıqlarında vasitəçilik etməklə regiondakı güc balansını əlində saxlamağa çalışırdı. Lakin bu, bölgə üçün yalnız mənfi perspektivlər vəd edirdi. Rusiyanın vasitəçiliyi yalnız öz maraqlarını təmin etməyə hesablanmışdı və bu, sülhün əldə edilməsi imkanlarını sual altına salırdı. Digər güclər də vasitəçilik etməyə can atırdı ki, nəticədə bölgənin qlobal qarşıdurma platformasına çevrilməsi riskləri yaranırdı. Cənubi Qafqazda sülhün arxitekturasını inşa edən Azərbaycan, Ermənistanla ikitərəfli danışıqlar formatını inkişaf etdirməklə bu riskləri böyük ölçüdə neytrallaşdıra bildi. Bakının strateji addımları İrəvanla sülh perspektivlərini gücləndirir. Eyni zamanda regionun qlobal qarşıdurma meydançasına çevrilməsinin qarşısını alırdı. Hərçənd mövcud şərtlərin Moskvada qəzəblə qarşılandığı da sir deyildi. Rusiyanın Azərbaycana qarşı hibrid müharibəni gücləndirməsi də məhz bundan sonraya təsadüf edir. 2024-cü ilin 25 dekabrında Bakı-Grozny reysi ilə uçan Azala məxsus təyyarənin Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulmasından sonra Moskvanın Bakıya qarşı təzyiq cəhdləri daha da genişləndi. Təyyarənin vurulması qəsdli olmasa da, rəsmi Bakı haqlı olaraq üzrxahlığın edilməsi, günahkarların cəzalandırılması və kompensasiyanın ödənilməsi tələbini irəli sürdü. Rusiya üzrxahlıq etsə də, digər iki tələbi, günahkarların cəzalandırılması və kompensasiyanın ödənilməsini hələ də yerinə yetirməyib. Hətta bu ölkənin prezidenti Vladimir Putin ən yüksək səviyyədə vəd versə də. Əksinə, Azalın təyyarəsinin vurulmasından sonra Moskvanın təyyarənin vurulması ilə bağlı istintaqa müdaxilə cəhdləri baş verdi. Bunun fonunda Bakıya qarşı hibrid hücumları intensivləşdi. Bu hücumlar xüsusilə 3 müstəvidə həyata keçirilib. Birincisi, 2025-ci ilin fevral ayından etibarən kiberhücumların edilməsidir. Hücumlar Rusiyaya bağlı dövlət haker qrupu APT29 tərəfindən Azərbaycan media platformalarına qarşı edilib. Bununla bağlı faktlar Azərbaycan parlamentinin xarici müdaxilə və hibrid təhdidlərə qarşı mübarizə üzrə komissiyasının araşdırmasında ortaya çıxıb. Komissiyanın məlumatına görə hücumlar Bakıdakı Rus evi və Sputnik agentliyinin bağlanmasına cavab xarakteri daşıyırdı. Azərbaycan ötən il Rusiya tərəfindən bir neçə dəfə kiberhücuma məruz qalıb. İkincisi, Rusiyadakı Azərbaycan icmasına qarşı dövlət səviyyəsində törədilən terror hücumlarıdır. Yekaterinburqda və digər bölgələrdə soydaşlarımızın qətlə yetirilməsi, ardınca Azərbaycanlılara qarşı əsassız təzyiqlərin edilməsi bu prosesin tərkib hissəsi idi. Soydaşlarımıza qarşı təzyiq bugün də davam edir. Üçüncüsü, informasiya müstəvisində anti-Azərbaycan kampaniyasının genişlənməsidir. Kremlə bağlı ekspertlər, eləcə də media resursları, Azərbaycanla bağlı informasiya siyasətini, qarayaxma və təhdid kampaniyası məntiqinə uyğun həyata keçirib. Total xarakter daşıyan hücumda Solovyov kimi media ruporları, Zatulin kimi rəsmi şəxslər də daxil olmaqla jurnalist, bloger və ekspert ordusu iştirak edib. Moskvanın Bakıya qarşı hücum istiqamətlərindən biri də Ukraynadır. Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiya, Kiyevdəki səfirliyimizi 3 dəfə raket atəşinə tutub. İlk hücumda bunun təsadüf ola biləcəyi fikri güclü olsa da, zərbələrin davam etdirilməsi məqsədyönlü şəkildə edildiyini təsdiq etdi. Prezident İlham Əliyev də Münhen Təhlükəsizlik konfransında çıxışı zamanı bildirib ki, birinci hücumdan sonra Azərbaycan dövləti bunun təsadüf olduğunu düşünüb.
Birinci hücumdan sonra biz düşündük ki bu təsadüfən baş verib və Rusiyalı həmkarlarımıza Azərbaycanın diplomatik nümayəndəliklərinin, o cümlədən konsulluq idarəsinin, mədəniyyət mərkəzlərinin və səfirliyimizin bütün koordinatlarını təqdim etdik. Bütün bunlara baxmayaraq 2 əlavə hücum oldu. Beləliklə bu, Azərbaycanın diplomatik nümayəndəliyinə qəsdən edilmiş bir hücum idi və biz xüsusi bəyanat yaydıq. Rusiya səfiri dəvət olundu və ona diplomatik nota verildi. Biz yalnız diplomatik yolla hərəkət edirik. Bundan başqa heç nə edə bilmərik. Lakin əlbəttə ki, bu hərəkətlər Azərbaycana qarşı dostyanə hərəkət hesab edilmir, dövlət başçısı qeyd edib. Rusiya Ukraynada təkcə səfirliyimizi yox, enerji infrastrukturumuzu da açıq şəkildə hədəfə alır. Ötən ilin avqustunda Ukraynanın Rumıniya ilə sərhədinə yaxın Orlivka qaz paylayıcı, qaz ölçmə və kompresor stansiyası obyektinə zərbələr endirildi. Bu obyekt Trans-Balkan qaz marşrutunun bir hissəsidir və burada Azərbaycandan SOCAR vasitəsilə qaz idxalı planlaşdırılırdı. Bir müddət sonra isə Odessa yaxınlığında SOCAR-a məxsus neft bazasına, yanacaq anbarı, dron hücumları edildi. Moskva bununla bir tərəfdə rəsmi Bakıya təzyiq edir. Digər tərəfdən Avropanın enerji bazarında Azərbaycanın iştirakına maneələr törətməyə çalışır. Rusiyanın Azərbaycana qarşı hibrid müharibəsinin hədəfləri aydın görünür. Azərbaycan-Ermənistan sülh prosesində yer almaq, bununla Cənubi Qafqazda hakimlik iddialarını saxlamaq, regionun kommunikasiyasının bərpasından pay əldə etmək, xüsusilə Zəngəzur dəhlizində iştirak. Azalın vurulan təyyarəsinə görə rəsmi Bakını tələblərindən imtina etməyə məcbur etmək və s. Təzyiq və diktə yolu ilə Azərbaycanın geri addım atmağa məcbur olacağı düşüncəsi Rusiyanın strateji yanlışı oldu. Çünki Bakı 2023-cü ilin sentyabrından sonra Moskvanın strat verdiyi hibrid müharibəsində geri çəkilmədi. Əksinə, haqlı tələblərini davam etdirdi və soydaşlarımızın hüquqlarının qorunması istiqamətində prinsipiallıq nümayiş etdirdi. Eləcə də regionda uzun müddətli və davamlı sülhün bərqərar olması məqsədi ilə nəticə yönümlü siyasət yürütdü. 2025-ci ilin 8 avqust tarixində Vaşinqtonda baş tutan görüş və əldə olunan razılaşmalar isə Rusiyanın Cənubi Qafqazda 300 illik hökmranlıq iddialarının sonu hesab oluna bilər. Azərbaycan da Ermənistan liderləri Prezident Donald Trumpın şahidliyi ilə 2 tarixi addım atdı. Birinci, sülh sazişi layihəsi paraflandı. Bununla Rusiyanın Bakı-İrəvan xəttində vasitəçilik planları baş tutmadı. İkinci, Naxçıvana maneəsiz keçidlə bağlı TRIP layihəsi, Zəngəzur dəhlizi razılaşdırıldı. Zəngəzur dəhlizində ABŞ-ın rəsmi zamin kimi qəbul edilməsi Rusiyanın kommunikasiya planlarını da sıradan çıxardı. Bununla yanaşı, Bakı-Vaşinqtonla münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir. Amerikanın vitse-prezidenti James David Vance'in Bakıya səfəri, Vaşinqtonda razılaşdırılmış strateji tərəfdaşlıq xartiyasının imzalanması bunun rəsmiləşməsi idi. Bu həm də Rusiyanın Cənubi Qafqaz siyasətində klassik təsir imkanlarından, bu imkanları yenidən bərpa etmək perspektivindən tamamilə məhrum olmasıdır. Rusiyanı qıcıqlandıran əsas amillərdən biri məhz budur. Azalın təyyarəsi, soydaşlarımıza qarşı qətlilərin törədilməsi, təzyiqin edilməsi, Ukraynada səfirliyimizə və enerji resurslarımıza zərbələrin endirilməsi, eləcə də informasiya və kiber hücumlarla nəticə əldə edə bilməyən Moskvanın hibrid müharibədə yeni dalğalara təkan verdiyi müşahidə edilir. Bu dəfə Avropa və Amerikadakı agentura şəbəkəsi işə salınıb. Məqsəd bu ölkələrdə Azərbaycanın imicini zədələmək, eyni zamanda rəsmi Bakının Qərblə münasibətlərini sabotaj etməkdir. Avropada söyüş müxalifətinə yeni simaların qoşulması və aktivləşdirilməsi, həmçinin Vaşinqtonda Azərbaycan prezidentinin qaldığı otel ətrafında təxribat cəhdlərinin edilməsində Moskvanın direktivləri aydın görünür. Siyasi şərhçi Asif Nərimanlı. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.